Salam əleykum. Buradan idmançıları, idmançı olmayanları hamısını ürəkdən salamlayıram. İstəyirəm ki, hamı idmanla məşğul olsun. İdmanla məşğul olmaq çox gözəldir. Fərqi yoxdur, neçə yaşın olsun, idmanla məşğul olmalısan. Burada bu ayağı mən həmişə dəmirlə, lomla belə eləyirəm. Bu sümük bərkiyir. Bu ayağımı zərbədən 3 dəfə qırmışam. Ayaq lom kimi olmalıdır, bərk olmalıdır. İndi bunu elə də kimlərsə eləməyini elə də məsləhət görmürəm. Bütün mənim ayağım zədəlidir. Bu ayaq 3 dəfə qırılıb zərbədən. Lomdur, ayaq da lom kimi olmalıdır. Zərbə dəyəndə rəqibinə sarsıdıcı ağrı verməlidir. Belə də ayaqları gidelim arkasına. Bax, belə şeylərə ayağımı vurmaqdan çox zədələmişəm. Durbiya, ağaca, yəni belə məsləhət deyil çox vurmaq, zədə alırsan ki, hamısı zədədir. Ayağım hamısı zədədir. Yəni elə məsləhət deyil. Bu taxtanın taşı qırmaq 5-15 taxta qurudur. Bunu qırmaq mənim üçün adi bir şeydir. Bu taxtanı qırmaq qurudur. Bunu yaşı taxtanı qırmaq mümkün deyil. Mümkün deyil, amma qurunu qırmaq olur. Şimdi mən burada göstərəcəyəm. Yəni birazdan onu vurup patlatacağım. İndi bax bunu köşək qayırmışam ki, zərbələri bu döşəkdir, zədə vermir adamın ayağına, zədə vermir. Zərbələri sürətlə eləməkdən ötürü bu çox qəşəngdir. Gözəl sürəti artırır. Bax, su dolu, sudu çox qabıdır. Bunu qırmaq çox çətin, taxtanı qırmaq asaddır. Mənim yaşda, mənim 57 yaşım var, 58-də keçmişəm. Mənim yaşımda az bir adam ola bilər ki, bunu qırsın. Cavanlar qırır. Mənim yaşlarımdan da böyükləri qıranlar var. Amma çox az adam var ki, bunu qırsın. O qədər olub vuruq qırmışam, ayağım keçib, zədələnib. İndi vuracağım. Ya bu partlayacaq, ya da kirişka satacaq. Amma hasat deyil. Partladı. Yani həqiqətən hasat deyil. Taxtanı qırmaq hasatdır, bunu qırmaq hasat deyil. Hələlik öpürəm hamınızı. İdmanla məşğul olun.